Nümunənin neçənci misrasında təşbih işlənmişdir? Köçər ellər düşər səndən aralı, firqətindən gül nərgizin saralı. Ələsgər Məcnun tək yardan yaralı, gəzər səndə dərdli, nalalı dağlar. Deməli, nümunəyə nəzər yetirdiyimiz zaman 3-cü misrada Ələsgər Məcnun tək yardan yaralı fikrinə yer verildiyini görürük. Burada deməli Ələsgər özünü Məcnuna bənzədir. Deməli, burada təşbih işlənmişdir. Nümunənin başqa heç bir misrasında təşbih işlənməmişdir. Ona görə də sualımızın düzgün cavabı C bəndi olacaq. Verilmiş janrların müqayisəsində hansı fikir Eyler-Venn diaqramının fərqləndirilmiş hissəsinə yazıla bilməz? Deməli, biz təmsil və hekayə janrı üçün ortaq olmayan xüsusiyyəti müəyyən etməliyik. A bəndi. Epik növün janrıdır, bəli. Hər ikisi epik növün janrıdır, yazıla bilər. B bəndi. Həm nəzm, həm də nəsrlə yazıla bilər, bəli. Həm hekayə, həm də təmsil, həm nəzm, həm də nəsrlə yazıla bilir. C bəndi. Allegoriyadan və tənqiddən geniş şəkildə istifadə olunur. Bu fikir təmsilə aiddir. Bunu biz hekayəyə aid eləyə bilmərik. D bəndi. Əks etdirmə üsulu kimi təsvir və təhkiyədən istifadə olunur, bəli. E bəndi. Bədii təsvir ifadə vasitələrindən istifadə olunur, bəli. Ümumiyyətcə, hər hansı bir janrda bədii təsvir ifadə vasitəsindən istifadə edilə bilməz deyə bir qaydamız yoxdur. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Verilmiş nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Dostlar, gəlin sizə bir-bir danışım. Min bağın bağçanın barı məndədir. Sinəm oylağıdır gözəlliklərin, hər sevən ürəyin yarı məndədir. A bəndi heca vəznindədir. Bəli, nümunələrdəki deməli, daha doğrusu misralardakı hecaların sayca bərabər olması və daxili bölgünün bütöv söz prinsipinə əsaslanması nümunənin heca vəznində olduğunu deməyə əsas verir. Deməli, B. Misra daxili bölgüsü 6-5 şəklindədir. Baxaq. Dostlar, gəlin sizə bir-bir danışım. Min bağın, bağçanın barı məndədir. Sinəm oylağıdır gözəlliklərin, hər sevən ürəyin yarı məndədir. Burada da deməli, dostlar, gəlin sizə bir-bir danışım. Göründüyü kimi daxili bölgü 6-5 şəklindədir. B də düzdür. Nəzm əsərindən bir parçadır. Göründüyü kimi şeirdir. Təbii ki, nəzm əsəridir. D bəndi. Qafiyə quruluşu A, B, C, B şəklindədir. Baxaq. Dostlar, gəlin sizə bir-bir danışım. Bu A. Min bağın bağçanın barı məndədir. B. Sinəm oylağıdır gözəlliklərin. C. Hər sevən ürəyin yarı məndədir. Deməli, barı və yarı sözlər göründüyü kimi burada qafiyədir. Deməli, qafiyə quruluşu A, B, C, B şəklində olacaq. Bu da doğru fikirdir. E bəndidir. Nümunədə rədif işlənməmişdir. Fikir yanlışdır. Çünki barı və yarı sözləri qafiyə olduğu üçün məndədir sözü. Nədir? Rədifdir. Ona görə də sualımızın düzgün cavabı E bəndi olacaq. Hansı bənddə epitet işlənmişdir? A bəndi. Tunc zirvələr sıx dumana bürünür, boz sürülər yamaçlarda sürünür. Burada tunc zirvələr ifadəsində təbii ki, epitetdən istifadə edilmişdir. B bəndi. Bu nəğmə ruhumdan qoparmı bilməm, mənə ilham verən dostlar olmasa. Deməli, burada göründüyü kimi hər hansı bir epitetə bənzər nümunə yoxdur. Burada mənə ilham verən dostlar, yəni dostların insana ilham verməsi, yəni burada düzdür ilham vermək məcazdır, amma ümumilikdə mənə ilham verən dost nümunəsində deməli epitet yoxdur. C bəndi. Gəlin təbib kimi hər nəbzi tutaq, dinləyək döyünən hər bir ürəyi. Burada təşbih işlənmişdir. Halbuki döyünən ürək ifadəsində məcazlıq yoxdur. D bəndi. Mən öz ürəyimdə bulaq görmüşəm, insan ürəyindən su içir, həkim. Burada da təbii ki, epitet işlənməmişdir. E bəndi. Bürüyür dövrəmi saysız ulduzlar. Saysız ulduz ifadəsində hər hansı bir məcazlıq yoxdur. Çünki göy üzündə ulduzlar saysızdır. Başqa zövq alıram bugün aləmdən. Burada da epitet yoxdur. Göründüyü kimi sualımızın düzgün cavabı A bəndi olacaq. Hansı bənddə təşbih işlənməmişdir? A bəndi. Meşəli dərələr, salbuzlu dağlar, dağların süd kimi qarı məndədir. Deməli, dağların süd kimi qarı. Burada təşbih işlənmişdir.
B bəndi. İnsan bir uşaqdır, vətən bir ana, ömür bir çıraqdır, könül pərvanə. Deməli, ömür bir çıraqdır. Çıraq kimi təbii ki, burada təşbih var. C bəndi. Ölsün bu yerlərdən ilham almayan, qəlbini saz kimi tutub çalmayan. Qəlbini saz kimi tutub çalmaq. Təbii ki, bu da təşbihdir. D bəndi. Qarış-qarış dolan bizim dağları, diş göynədən bulaqları məndədir. Burada göründüyü kimi təşbih yoxdur. E bəndi. Onun nəfəsidir böyük arzular, nə könül doymuşdur ondan nə də göz. Onun nəfəsidir böyük arzular. Yəni, böyük arzular onun nəfəsi kimidir. Burada da təşbih işlənmişdir. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Kaman qaşlı və qaşların kamandır birləşmələrində işlənmiş bədii təsvir vasitələrini ardıcıllıqla göstərin. Deməli, kaman qaşlı nümunəsində göründüyü kimi sözə təyin edici söz artırılmışdır. Bu adlanır epitet. Qaşların kamandır nümunəsində isə qaş kamana bənzədilibdir. Bu isə təşbihdir. Deməli, birinci nümunədə epitet, ikinci nümunəmizdə təşbih işlənmişdir. Bu isə B bəndində verilmişdir. Ona görə sualımızın düzgün cavabı B bəndi olacaq. Biri qəzəlin mətlə beytidir. Bildiyimiz kimi qəzəlin mətlə beyti ilk beyt deməkdir. Və biz bunu necə müəyyən edəcəyik? Qəzəlin qafiyə quruluşunu yadımıza salmaqla. Bildiyimiz kimi qəzəlin ilk beytinin qafiyə quruluşu AA şəklində olur. Yəni, buradakı misralar bir-birlə qafiyələnir. Digər beytlərdə isə misralar bir-birlə qafiyələnmir. Yəni, hər beytin ikinci misrası birinci beytlə qafiyələnir. Baxaq. A bəndi. Xəlqə ağzın sirrin hərdəm qılır izhar söz. Bu nə sirdir kim olur hər ləhsə yoxdan var söz. İzhar var. Deməli, bunlar bir-biri ilə qafiyə təşkil edir. Söz isə rədifdir. Deməli, A. Göründüyü kimi biz qəzəlin ilk beytinin qafiyə quruluşunu burada gördük. B bəndi. Artıran söz qədrini sidqlə qədrini artırar. B. Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz. Miqdar sözü var. İzhar sözü ilə qafiyə oldu. Deməli, B-A oldu. C bəndi. Ver sözə ehya ki tutduqca səni xabi əcəl. Deməli, C. Edə hər saat səni ol uyqudan bidar söz. Deməli, miqdar bidar. Deməli, bu əvvəlki beytlərin ikinci misrası ilə qafiyələndi. D bəndi. Bir nigar-i ənbərin xəttir könüllər almağa, göstərər hər dəm niqab-ı qeybdən rüxsar söz. Deməli, bu oldu. C. Rüxsar sözü isə əvvəlki misralarla qafiyələndiyi üçün onu da ailə ifadə edirik. E bəndi. Gər çox istərsən Füzuli, izzətin az et sözü, kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz. Deməli, burada D, A. Deməli, buradakı xar sözü əvvəlki, deməli, beytlərin ikinci misralarıyla qafiyələndi. Yəni, biz bunun məqtə beyt olduğunu deyə bilərik. Çünki burada müəllif, deməli, təxəllüsünü işlətmişdir. Göründüyü kimi sualımızın düzgün cavabı A bəndi olacaq. Verilən nümunənin misra daxili bölgüsünü müəyyən edin. Deməli, ləkə yoxdur mənim bu ağ üzümdə. Ceyran qaçar, cüyürmələr düzümdə. Bağlarımda gilas da var üzümdə. Min çiçəyin çəmənzarı məndədir. Deməli, göründüyü kimi misraların hamısında vahid bölgüdən 4, 3 bölgüsündən istifadə edilmişdir. Ona görə sualımızın düzgün cavabı olacaq B bəndi. Faciə janrı ilə bağlı yanlış fikri müəyyən edin. A bəndi. Baş qəhrəman cismən məhv olsa da mənən qalib gəlir. Bəli, bildiyimiz kimi faciə janrında əsərin baş qəhrəmanı ölür. Amma təbii ki, o mənəvi cəhətdən mənən qalib gəlir. B bəndi dramatik növün janrıdır. Doğrudur. C bəndi nəzmlə yazıla bilməz. Yanlış fikirdir. Çünki faciə həm nəzm, həm də nəsrlə yazıla bilər. D bəndi remarkadan istifadə edilir. Bəli, dramatik növün janrı olduğu üçün remarkadan istifadə ediləcək. E bəndi tragediyada adlanır. Bəli, faciəyə tragediyada deyilir. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Aşağıdakı fikirlərdən hansı klasteri tamamlaya bilər?
Göründüyü kimi bizdən dramatik növlə bağlı doğru xüsusiyyəti müəyyən etmək tələb olunur. Deməli, dramatik növlə bağlı remarkadan istifadə olunur fikri verilmişdir. Əyani göstərmə əsasında formalaşır fikri verilmişdir. Üçüncü xüsusiyyəti isə tapmaq tələb olunur. A bəndi. Tərənnümdən və təhkiyədən geniş istifadə olunur. Tərənnüm və təhkiyə. Ən birinci burada tərənnüm anlayışı aiddir lirik növə. Təhkiyə anlayışı aiddir, deməli, epik növə. B bəndi. Bu növdə əsərlər yalnız nəsrlə yazıla bilər. Xeyr, dramatik növdə olan əsərlər həm nəzm, həm də nəsrlə yazıla bilər. Deməli, B bəndində verilən fikir də yanlışdır. C bəndi. Novella bu növə daxil olan janrlardan biridir. Novella epik növün janrıdır. D bəndi. Ədəbiyyatımızda işlənən ən qədim növdür. Xeyr, dramatik növ ən sonda yaranan ədəbi növümüzdür. Ən qədim deməli növ kimi lirik növü qeyd edə bilərik. E bəndi. Dram, komediya, faciə kimi janrları var. Bəli, dramatik növün dram, komediya, faciə kimi janrları var. Ona görə də sualımızın düzgün cavabı E bəndi olacaq. Bəndlərdən birində metafor işlənməmişdir. A bəndi. Hələ divarlara, ağaclara bax. Asılmış hər yerdən bizim al bayraq. Görünür ki, burada köçürmə yoxdur. B bəndi. Dil açmışdır bu sədəfli sazlarım, mahnı qoşur gözəl, göyçək qızlarım. Sazın dil açması təbii ki, insana xas olan xüsusiyyətin köçürülməsi bu metafordur. C bəndi. Yaz gələndə qışın ömrü pozular, dağ döşünə seyrə çıxar quzular. Quzuların dağ döşünə seyrə çıxması insana xas olan xüsusiyyətin köçürülməsidir. D bəndi. Buruqlarım nərə çəkmiş çöllərə, ayılmışdır yuxusundan dağ dərə. Yəni, buruqların çöllərə nərə çəkməsi, sonra dağ dərənin yuxusundan ayrılması təbii ki, bunların hər ikisinədir köçürmə, yəni metafordur. E bəndi. Kimin ki adına yazılmış zəfər öpüb qucaqlayır onu səadət. Səadətin kimisə öpüb qucaqlaması. Bu da insana xas olan xüsusiyyətin köçürülməsi, yəni metafordur. Göründüyü kimi A bəndində metafor işlənməmişdir. Verilən janrlardan birinin mətni personajların danışığı, monoloq, dialoq və remarkalardan ibarət olur. Deməli, dramatik növdə yazılan əsərlərin mətni ibarət olur iki hissədən. Personajların danışığı və remarkalar. Deməli, biz dramatik növdə olan janrı müəyyən etməliyik. A bəndində novella verilmişdir. Bildiyimiz kimi novella epik növün janrıdır. B bəndində komediya verilmişdir. Komediya dramatik növün janrıdır. C bəndində qəzəl verilmişdir. Qəzəl lirik növdür. Təmsil, deməli D bəndində verilmişdir. O epik növün janrıdır. Qitə isə lirik növdür. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Mübaliğə işlənmiş nümunəni müəyyən edin. A bəndi. Məktəbə gələndə, ey əzizimsən, xeyli kiçik idin, o evciyəz tək. Yəni, görünür ki, burada hər hansı bir şişirtmə yoxdur. B bəndi. Söylə mənə, uçuq səngər, hansı igid itirmişdir bu çantanı? Burada da təbii ki, şişirtmə yoxdur. C bəndi. Mən sevirəm o cavanın arzusunu, bu arzuda gülümsəyir əbədiyyət. Yəni, burada köçürmə metaforu var, amma şişirtmə yoxdur. D bəndi. Kövrəlib ürəkdən bir ah çəkirsən, ahından o tutub yanır şəfəqlər. Yəni, insanın ah çəkməsi ilə şəfəqlərin yanmasının meydana çıxması təbii ki, bu şişirtmədir, bu mübaliğədir. E bəndi. Bu müqəddəs təbiətin saf şeiriyyəti insanlığı dəvət edir bəxtiyarlığa. Burada da hər hansı bir şişirtmə yoxdur. Göründüyü kimi sualımızın düzgün cavabı deməli D bəndi olacaq. Bəndlərdən birində təmsillə eyni ədəbi növdə olan janr verilmişdir. Deməli, ən birinci biz təmsilin hansı ədəbi növə aid olduğunu müəyyən edək. Bildiyimiz kimi təmsil epik növün janrıdır. Biz epik növdə olan janrı müəyyən etməliyik. A bəndində dram verilmişdir. Dram dramatik növün janrıdır. B bəndində qəsidə verilmişdir. Bu lirik növün janrıdır. C bəndində hekayə verilmişdir. Hekayə epik növün janrıdır. D bəndində faciə verilmişdir. Bu da dramatik növün janrıdır. E bəndində komediya verilmişdir. O da dramatik növün janrıdır.
Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Biri qəsidə və qitə üçün ortaq cəhət deyil. A bəndi. Əruz vəznində yazılmaq. Bəli. Həm qəsidə, həm də qita əruz vəznində yazılır. Bu ortaq cəhətdir. B bəndi. Şeir vahidinin beyt olması. Bəli, hər ikisinin şeir vahidi beytdir. C bəndi. Eyni qafiyə quruluşuna malik olmaq təbii ki, qəsidə və qitə üçün ortaq cəhət ola bilməz. Çünki qəsidənin qafiyə quruluşu A, B-A, C-A bu formada davam edir. Qitənin qafiyə quruluşu isə deməli B-A, C-A və yaxud da ki A-B, C-B, D-B formasındadır. Yəni ilk beytdə qafiyə olmur. Amma qəsdən isə ilk beyti deməli qafiyə olur. Yəni oradakı misralar bir-birlə qafiyələnir. Deməli, lirik növün janrı olmaq. Bəli, həm qəsidə, həm də qitə lirik növün janrıdır. Bəli, nəzmin tələblərinə əmin olunmaq. Bəli, hər ikisi nəzm əsəri olduğu üçün təbii ki, nəzmin tələblərinə əməl olunacaq. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq.